hörmətli müəllimlər, əziz şagirdlər və qonaqlar, Ümumilli lider Heydər Əlizoğlu Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olmuş tədbirimizi açıq elan edirik. Himni səslənir. Söz verilir məktəbin direktor müavini Rasim müəllimə. Əziz müəllimlər, hörmətli şagirdlər, bilirsiniz ki, bugün buraya çıxmamızın səbəbi Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevin 100-cü il dönümü ilə bağlı görüşmüşdür. Allahdan ona rəhmət diləyək və gəlin bir dəqiqə şükürlər. Həmin ümumilli lider Heydər Əliyevin həm də torpaqlarımız uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsini bir dəqiqə şükürlə yad edək. Allah şəhidlərimizə rəhmət eləsin, ölümlərimizə rəhmət eləsin. Azərbaycan rəhmət deyilmişdir. Azərbaycan xalqının ümumilli lider Heydər Əlizoğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Heydər Əliyev müasir dünya tarixinin bir istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümumilli lider Heydər Əliyevin mənalı həyat yolu zəngin və çoxşaxəli, irsi tükənməz ibrət məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətləri bir daha şahid oluruq. İttifaq və milli şuurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış. Müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir ki, bugün ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünün ölkəmizin hər yerində və onun hüdudlarından kənardan hər bir Azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlığı hissi ilə geniş qeyd olunur. Həmişə söyləmişdir ki, uşaqların qayğısına qalmışdır. O demişdi, uşaqlar bizim sevincimizdir, uşaqlar bizim həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Ümumilli liderimiz ömrünü Şam ömrünə döndərdi. Gülə-gülə yandı, qəlblərə nurlu səhərlər gətirmək üçün ana yurdumuzun ulu rəhbərli elin hər dərdinin öz dərdi sandı. Ulu öndər Heydər Əlizoğlu Əliyev 2003-cü ildə dekabr ayının 12-sində Amerikanın Ohio ştatında Cleveland şəhərində vəfat etmiş, Azərbaycandan fəxri xiyabanda dəfn edilmişdir. Ancaq Azərbaycan xalqının ümumi lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlizoğlu Əliyevin işıqlı xatirəsi Azərbaycan xalqının qəlbinin əbədi yaşayacaqdır. Ulu öndərimizə Allahdan rəhmət diləyir. Hüviyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
yaradın. Dünyanı gəlmişsən sən yorulmadan. Rəhmət olsun sənə Tanrıdan. Körpələr babası sən Heydər baba. Dünyanı tanıttın Azərbaycana. Sənin tək dünyada sərkardan hanı. Şöhrətin fərq edib bütün dünyanı. Körpələr babası sən Heydər baba. Vətən sənin fəxr eləyir adın var. Qoy öyünsün şöhrətin rəkanınla. Torpağa bağlı sənin canınla. Körpələr babası sən Xalqımızın güzəgahı. Vətən tanrı bay körpələr. Baba sən Heydər baba. Keçi aylar, keçi illər. Ölçünədə qalacaqsan. Yaşayatı can verməkdən. Heydər ata Heydər. Heydər adı dostlarları sevildi. Onların qüdrəti yer içində bütündü. Allah onları bir-birinizə yetirdi. Unudu sərkədə, uzun Azerbaycan.